Həmrəy öz sözü özü deyir ki, həmrəy nə deməkdir də? Yəni ki, rəylər eyni olmalıdır. Rəylərin də eyni olması üçün görə ümumi dəyərlər olar. Bu dəyərlər üzərində qurulan cəmiyyətlər üçün uyğun gələn bir anlayışdır. Amma Azərbaycanda axı bu dəqiqə dəyərlər konflikti var. Yəni bir qrup açıq-aydın, yəni feodal sistemini istəyirsə, öbür qrup onun əleyhinə çıxırsa, orada həmrəylikdən söhbət gedə bilməz. Sırf Azərbaycanlı olduğumuza görə həmrəy olmağın bir anlamını görmürəm mən. Yapla nə həmrəylik? Yəni bunlar Zaur Həsənov məsələsini deyirəm. Ölən adamı yapa keçirməyə çalışırlar xəstəxanada. Yəni ki, bu vicdansızlığı eləyən adamlardan, yəni ki, həmrəylik nədən ibarət olar? Yəni ümumi bir rəy nədir ki, o rəyi onlar da bölüşür, mən də bölüşürəm. Yoxdur belə bir rəy. Ona görə də həmrəylik mümkündür. Amma xeyli Azərbaycanlı var ki, onlar ümumi dəyərlərin üzərində birləşə bilərlər. Və bu baxımdan həmrəylik o qədər də pis fikir deyil. Xüsusən nəzərə alsaq ki, indiki Azərbaycan cəmiyyəti atomlaşmış bir cəmiyyətdir. Hər bir adam özünü tək bilir, tənha bilir sistemin qabağında. Ona görə də bir ümidsiz bir vəziyyət var. Yəni bu baxımdan ümumi dəyərləri bölüşən adamların birləşib öz dəyərləri uğrunda nəsə eləməsi bu anlamda həmrəylik yaxşı şeydir. Amma ümumən Azərbaycanlıyıq deyə hamımız birləşməliyik, biraz axmaq fikirdir. Azərbaycanda diasporanı da bir mühazirliyə çevirmək cəhdi oldu və onu da sonra bura eksport eləmək cəhdi oldu ki, Azərbaycan dövlət qurumları çalışsınlar ki, xaricdə yaşayan Azərbaycanlıları da yönləndirsinlər ki, nə etmək lazımdır, nə etmək lazımdır. Ancaq Amerikada elə də çox işləmədi adlarımların, alınmadı belə bir şey. Amma yenə də yəni müəyyən adamlar müəyyən işləri gördülər. Biz Amerika Azərbaycanlıları Demokratiya Okrugunda Azad Təşkilatı tədbirlər keçirdik ki, Azərbaycanda olan problemləri qabardaq ki, nədir? Yəni, bir diaspora kimi fəaliyyətimizi də bundan ibarət gördük. Adamlar vardı ki, məsəl üçün, Heydər Əliyevlə bağlı nəsə eləməyə çalışırdılar. Sonra Xocalı ilə bağlı metro kampaniyası aparanlar oldu. Anar Məmmədovgilin təşkilatı. Problem ondan ibarətdir ki, yenə də deyirəm, diaspora deyəndə nəzərdə tutulur ki, həmin ölkədə yaşayıb, həmin ölkədə pulunu həmin ölkədə qazanan adamların öz şəxsi təşəbbüsü ilə iş görməkləri. Yəni buna görə də Azərbaycanın pulu ilə burada fəaliyyət göstərən adamlar tam mənada diaspor deyirlər. Elə bilin ki, Azərbaycan hökuməti xaricdə yaşayan 3-5 Azərbaycanlıdan istifadə edib nəsə bir tədbir görür. Bu xarici tədbirdir. Bu xarici ölkənin başqa bir ölkəyə keçdiyi bir tədbirdir. Yəni o baxımdan o diaspor fəaliyyəti kateqoriyasına da uyğun gəlmir. Tədbirin xarakteri qeyri-ciddi olandan sonra ona nə qədər pulun xərclənməsi həmin tədbirin, həmin adamın özünün qeyri-ciddiliyini heç cür dəyişə bilmir. Ancaq burada iki müxtəlif bir müstəvi var ki, bu müstəviləri bir-birindən ayırmaq lazımdır. Biri pul müstəvisidir, o biri də fəaliyyət göstərən adamın və həmin adamın təmsil etdiyi ideyaların çəkisi müstəvisidir. Yəni, həmin adamın özü kimdir, yaxud həmin adamın müdafiə etdiyi ideyalar nə ideyalardır, bu istiqamətdə tam iflasdır. Tam iflasdır. Yəni ki, ona görə də qeyri-ciddilik var ortada. Amma xərclənən pullar ciddi pullardır. Və indi cəhd ondan ibarətdir ki, xərclənən pulların ciddiliyi hesabına müəyyən Amerika dövlət xadimlərini hansı qonaqlıqlara çağırıb onları qucaqlayıb şəkil çəkdirməklə bir ciddilik görüntüsü versinlər. Bu da həmin o Amerika dövlət xadimləri ki, bu oyunda iştirak edirlər, onların ciddiyyətindən alır, azaldı.
Amma həmin bu adamın qeyri-ziddiliyinə hansısa bir formada təsir göstərmir. Çünki qeyd elədiyim kimi, gərək həmin adamın özü və onun təmsil etdiyi ideya əvvəldən bir ciddi bir ideya olsun ki, belə bir şey eləmək olsun. Azərbaycanda jurnalist araşdırmaları nəticəsində Anar Məmmədovun yəni burada xərclədiyi pulların mənbəyi kifayət qədər araşdırılır. Və həmin pulu gizlətmək əvəzinə gəlib burada onlarla adamları almağa cəhd göstərmək mənə elə gəlir ki, xarici auditoriya yönəlikdən çox daxili auditoriya yönəlik bir mesajdır. Yəni ideya ondan ibarətdir ki, bəli oğurlayırıq, bəli korrupsiya var, amma baxın biz qorxmuruq, biz çəkinmirik, biz hətta gedib xaricdə bəzi dövlət adamlarını satın da ala bilirik ki, onlar bizim dediyimizi bizim yanımızda dayanıb desinlər. Bir növ, mən bunu bir dəfə də demişəm, bir növ işgəncə verən adamın, bəzi o zülmkarları təsvir edirlər bəzi kinoda, işgəncə verən adamın elə bir öz qurbanına bir mesaj verməkdir ki, səni mənim əlimdən heç kim ala bilməz. Bax, bu mesajı verməyə çalışırlar. Bunun da cavabı xaricdə verilə bilməz. Xaricdə verilə bilər və biz veririk bacardığımız qədər. Amma bu mesajın, bu qudurğanlığın cavabı Azərbaycanın içində verilməlidir. Bu adamlar Azərbaycanın içində o dərəcədə qudurmalı deyirlər ki, öz qudurğanlıqlarını Amerikaya da eksport edə biləcək bir həyasızlıqda bulunsunlar. Hələ ki Azərbaycanda bu cavab verilmədiyinə görə bu adamların cavabını burada biz öz gücümüzlə verəsi oluruq bir diaspora kimi. Müəyyən bir dəyişikliklər görünür, müəyyən bir təlatümlər görünür. Amerikalılar da artıq, yəni Azərbaycanla maraqlanan kəsimlər artıq görürlər ki, əvvəlki kimi Azərbaycanda ölü sakitlik yoxdur. Müəyyən bir canlanma var. Bu canlanma nə ilə nəticələnəcək, hələ onu bilmək olmaz. Amma o da görünür ki, Azərbaycanda İlham Əliyevin rejimi kifayət qədər kövrəklidir. Bu kövrəklik hələ bir müddət davam edə bilər, amma bu cür rejim idarə oluna bilməz. Bunu artıq mən bilən Amerikada çoxları görür. Siz müəyyən bir hədd var. Uzun illər Heydər Əliyev çalışırdı ki, müəyyən bir pərdəni saxlasın. Pərdə ondan ibarət idi ki, Azərbaycan çox istəyir ki, demokratiya olsun, amma eləyə bilmir. Çünki bilmir necə eləsin. Çünki 800 il vaxt lazımdır Azərbaycanda demokratiyanın əmələ gəlməyi üçün. Çünki qonşuda pişməyib, nə bilim, qonşudan gəlməyib, evdə pişməyib, qonşudan gəlməyib. Nəsə belə bir izahat da vermişdi. Və bu pərdəni saxlamaq qərbdə olanlara da başqa bir pərdəni saxlamağa imkan verirdi. Məsələn, əvvəllər Amerikada bu rejimlə işləmək tərəfdarları demokratiya çağırışlarına belə cavab verirdilər ki, gəlin biz Azərbaycan hökumətini çox sıxmayaq. Gəlin biz onları engage deyirdilər, onların iştirakını saxlayaq. Çünki onlar istəyirlər demokratiya olsun, amma bilmirlər necə olsun. Gərək biz onları addım-addım bu məqsədə doğru yaxınlaşdıraq, özümüzdən uzaqlaşdırmayaq. Bu da bir pərdə idi. Onu deyənlər yalan dediklərini bilirlər. Amma bunu açıq sifətlə deyə bilirdilər. İlham Əliyev bu pərdəni 2003-cü ildən bəri ardıcıl şəkildə aradan qaldırmaqla məşğuldur və indiyə ortada heç bir pərdə qalmayıb. Bu da nə deməkdir? Bu da o deməkdir ki, artıq indi Amerikada hətta Azərbaycan hökumətini müdafiə eləmək istəyən heç bir dövlət qurumu, heç bir dövlət adamı əvvəlki qaydada deyə bilmir ki, Azərbaycan hökumətinə kömək eləmək lazımdır ki, demokratiya inkişaf etdirsinlər. Səfir Morningstar həbs olunan gənclərlə bağlı bir neçə dəfə narahatlıq ifadəsini aşırı işlətdi. Narahatlıq sözünün özü tənqid obyektinə çevirdi ki, yəni bu boyda işlər baş verəndə Amerikancıq narahatlıq ifadə edir. Təqsir Morningstarın təqsiri deyildi, amma dəyişən münasibətlərin bir göstəricisi idi ki, artıq Azərbaycan cəmiyyəti, artıq Azərbaycanda xüsusən demokratiya ilə məşğul olan fəallar
Azərbaycan hökumətinə imkan verin öz səhvlərini düzəltsin arqumentini qəbul edə biləcək bir halda deyil. Yəni dəyişən budur.